Elə bir andır ki, sən onunla vidalaşırsan, o an sənə qayıtmayacaqdır. Yəni, bu günün səhəri bir daha qayıtmayacaq. Və yaxud da axşam oldusa, o axşam bir daha qayıtmayacaqdır. Yəni, hər keçən saniyə, an insana qayıtmır. Yəni, bu anlarda sən nə yerləşdirirsən? Bizdən hər biri Allah qatında olana ümid bəsləyir. Və bu sualı öz-özünə verməlidir ki, mən nə yerləşdirmişəm? Yəni, bu anlarda, bu vaxtda nə kimi əməlləri yerləşdirmişəm? Yəni, insan bu dünyada əməllərin yerləşdirdiyi bir diyardadır. Yəni, əmanət olaraq yerləşdirir və qiyamət günü qarşısına çıxacaqdır. Əgər xeyirdirsə, xeyir görəcəkdir. Əgər şərdirsə, şərlə qarşılaşacaqdır. Yəni, keçən Ramazandan bu Ramazana qədər artıq bir il keçmişdir. Və insan öz-özünə sual verməli, səhifələrdə, əməl dəftərində nə vardır? Nə kimi həsənətlər, nə kimi namazlar və oruclar vardır? Nə kimi sədəqələr vardır? Nə kimi Quran oxuma, Quran tilavəti və nə kimi zikirlər vardır? Və həmçinin Allah qorxusu, Allaha təzim, bunlardan nə var? Və digər həsənətlər və yaxud da digər faydası keçici əməllər. Nə qədər sən məzluma, zülmə məruz qalana yardım etdin, sıxıntıda olana yardım etdin. Yəni, insan bu əməlləri ilə Allahla görüşəcəyi gün qarşılaşacaqdır. Allah Teala Əl-İmran surəsində buyurur, يَوْمَ تَجِدُ كُلُّ نَفْسٍ مَا عَمِلَتْ مِنْ خَيْرٍ مُحْضَرًا. Yəni, o gün hər bir kəs etdiyi xeyir əməli hazır görəcəkdir. وَمَا عَمِلَتْ مِنْ سُوء. Və həmçinin etdiyi pis əməlləri də hazır qarşısında görəcəkdir. تَوَدُّ لَوْ أَنَّ بَيْنَهَا وَبَيْنَهُ أَمَدًا بَعِيدًا. Və onda insan istəyəcəkdir ki, kaş ki, onunla o günahlar arasında uzaq bir məsafə olardı. وَيُحَذِّرُكُمُ اللّٰهُ نَفْسَهِ. Allah Teala sizi özündən çəkindirir. وَاللّٰهُ رَؤُفٌ بِالْعِبَادِ. Və Allah Teala qullarına qarşı çox şəfqətlidir.